ilk yol nişanlarını quraşdırmışıq. 60 metr, 55 metr enliyində küçələrdir. Şəhərlikli kəndi şəhərin bir məhəlləsidir. Maksimum 9 mərtəbə. Hal-hazırda bəli belədir. Kəndin tikintisinə artıq başlamışıq. Bu gün dövlət buranı -1-dən inşa olunur. Həm birinci yaşayış kompleksi var və ilk yol nişanlarını quraşdırmışıq artıq bu küçədə. Bəli. Biz həm piyada xəttinin, Yepyeni. həm də o bir tərəfdə piyada xəttinin yol nişanlarını müvafiq olaraq quraşdırılmasına başlamışıq. Bugün sabah ilk svetoforlar gələcək şəhərə. Bu il svetofor olacaq. Bəli, artıq çünki insanlar yaşayır. Burada hərəkət olacaq, maşınlar hərəkət edəcəklər. Kameralar olacaq. Kameralar da artıq... Kameralar onsuz da var, amma bu sürət Bəli, ölçəklər... mütləq olacaq və ilk cəriməni də sürücülərimizə böyük təntənəli şəkildə... Fəxri vətəndaş olacaq Bəli, həmisi. bəli. Yaxşı, indi bura baxanlar şəhərlərdə hiss eləm yazacaqlar ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə yaratmışıq. Artıq bu işləri elə onların nəzarətində həyata keçirilir. Müəyyən marşrutlar işlənilir və adları da bəllidir. İndi küçə adlarını da biz vururuq. Müəyyən dayanacaqların yerlərini müəyyənləşdiririk. Harada avtobus dayanacaqları olacaq və artıq marşrutlar üzrə xəttlərə müvafiq avtobuslar da buraxılacaq ki, insanlar ictimai nəqliyyatdan istifadə edə bilsin. avtobuslar nə vaxt hərəkət etməyə başlayacaq? Bizim bilirsiniz, dəmir yolu və avtovazal kompleksimiz var. Avtovazal kompleksinin bir funksiyası da şəhərlər arası olsa da, oradan artıq bir hub kimi biz istifadə edirik. Əsas depo məntəqəsi oradadır. İnsanlar ora gəlir, oradan da şəhərə... Xeyr, hər bir yerdə öz dayanacaqlar olacaq, amma avtobuslar oradan şəhərin müxtəlif istiqamətlərində hərəkətə keçəcəklər. Qısa bir müddətdə marşrutlar da hazır olunacaq və Ağdamın balaca bir hissəsi bir şəhər simasında meydana geniş olacaq. Üstəlik, bütün kommunikasiya xəttləri yerin altından keçəcək. 60 metr, 55 metr enliyində küçələrdir. Azərbaycanda heç yerdə bu qədər enliyində, heç nəinki Azərbaycanda, mən deyərdim ki, yaxın regionda belə bir şey yoxdur. Səliqəli yaşıllıq zonaları, infrastruktur tam təmin olunmuş. Şəhərdə hörümçək toru görməyəcəksiniz. Küçədən kabel keçməyi, hava yolu ilə kabelləri görməyəcəksiniz. Çünki bütün kommunikasiya xəttləri yer altından keçir. Artıq onlar çəkilib. Bilirsiniz ki, şəhərdə daxili yolların tikintisi də paralel olaraq davam edir. Faktiki olaraq biz gözəl, bəyaz çalarlı bir şəhərin şahidi olacaq. Gözəl şəhərin şahidləri bu növbəti sualımız idi və sən demə, Emin müəllim bu sualı gözləyirmiş. Baş planda da var, onun yeri nəzərdə tutulub. 2-ci yaşayış məhəlləsi ilə 5-ci yaşayış məhəlləsinin arasında onun üçün müvafiq yeri ayrılıb. Sözsüz ki, bu adından da göründüyü kimi bu daha çox özəl investisiya obyektidir. Mən sizə deyim ki, səbirsizliklə gözləyirik ki, özəl sektorun nümayəndələri bu təşəbbüslə çıxış eləyəcəklər və özəllərinə götürəcəklər. Bunun üçün də müraciət etməlidirlər nümayəndəliyə. Bəli. Ümumiyyətlə işi 700 kvadrat kilometr idisə, yeni baş plana əsasən bir neçə kəndin şəhərlə birləşdirilməsi nəticəsində indi bu rəqəm 2000 kvadrat kilometrə bərabərdir. Şəhər tamamilə fərqli bir şəhərə çevrilir. Daha böyük, daha geniş ərazidə. Bir neçə kənddə birləşdirilib, onun hesabına da böyüyür. Məsələn, Seyidli kəndi. Bəli, bizim kənd. Sizin kəndi lap yaxşı. Seyidli kəndinin olduğu yer indi şəhərin bir məhəlləsidir. 4-cü yaşayış kompleksi hal-hazırda orada tikilir. Eyni qaydada hardasa aşağı-yuxarı 5000 nəfərin köçməyi nəzərdə tutulub. Yəni orada da bir 1200-1400 arasında ailə sayı olaraq əhalimizin 4-cü yaşayış kompleksinin arasındayıq. Burada da ümumilikdə 75 bina var. Onun 47-si yaşayış binasıdır, 18-i qeyri-yaşayış binasıdır. Bu kompleksin daxilindəki bütün məhəllələrdə tikinti başlayıb. Artıq bəzilərində bölgə işi belə qutarıb. Digərləri yekunlaşmaq mərhələsindədir. Sonuncu 7-8-ci məhəlləsi artıq təməli atılıb. Bəs ən hündür mərtəbəli bina neçə mərtəbə ola bilər? Hal-hazırda 7 mərtəbədən hündür mərtəbə yox. Məhdudiyyət var? Baş plana uyğun olaraq maksimum mərtəbə sayı 9 ola bilər. Maksimum 9 mərtəbə. Hal-hazırda bəli, belədir. Belə çıxır ki, ümumi dizayna görə şəhərin mərkəzi qalır öz yerində, orada muzeylər olacaq. Bəli, işğal zəfərlandı. Bütün məhəllələrin dominant rəngi ağ rəngdir. O gözə çarpır. Xüsusi olaraq belə nəzərdə tutulub. Amma məhəllələr bir-birlərindən fərqlidir.